videoda sizdən gələn sualları oxuyacağam və sualların cavabı olaraq sadəcə ya hə ya da yox deməliyəm. Bunun üçün topluluqda bir post paylaşdım, yazdım ki elə suallar yazın ki cavabı ya hə ya da yox olsun. Videoda adlarınız da olacaq. Siz də maşallah 1200 dənə sual yazmısınız. 1200 nədir ola? Azərbaycanda bəlkə heç bir YouTuberin göndərsinə bu qədər yorum gəlməyib. O boyda Mr. Beast'in 3 ay qabaq paylaşdığı postda 1100 yorum gəlib. Mr. Beast səndən çox daha iyi. Bu video belə olacaq. Hə, yox, hə. Sevgilin var, hə. Fərəzlə barışasan, hə. PUBG Mobile oynayırsan, yox. Telefonun iPhone 13-dür, yox. Görürsüz necə qısa bütün suallara tez-tez cavab verirəm. Sual-cavab videosundan fərqi odur ki, bu videoda sadəcə hə və yox deyə bildiyim üçün daha çox suala cavab verəcəm. Fərəzlə barışıbsan, yox. Brawl Stars oynayırsan, yox. İzləyicilərini sevirsən, çox. Bu arada sizə demədiyim bir şey var idi. 3 dənə canım var. Hərdən yoxdan başqa cavab versən o canların biri gedəcək. Amma sizə görə bir canım getdi dostlar. Çünki suala yox demədim, çox dedim. Sizi çox sevirəm uşaqlar, bunu deyə bilərəm. Nəsə səhvin olsa üzr istəyərsən izləyicilərindən. Hansısa bir video çəkibsən və onu paylaşmaq istəməyibsən, olub? Bu bir sualdır. Sən əskərliyə getsən YouTube necə olacaq? Dünya YouTube'unu bilmirəm amma YouTube'da bir zibil də olan deyil. Dostlar, qoluma YouTube tatosu elətdirmişəm. Görürsüz YouTube damarımda axan qandır. Videosu çox yaxında gələcək dostlar. Ona görə abunə olub bildirişləri açmağı unutmayın. Hansısa YouTuberdə bir video görübsən və sən də onu çəkibsən, olub? Gələcəkdə tamamilə fərqli bir sahədə kanal açmağı düşünürsən, məsələn aşbazlıq və ya idman. Yox. Amma necə yox? Bu arada dostlar, hə yoxla cavab verəndən sonra öz fikirlərimi deyə bilərəm. Aşbaz idman kanalı açmaram. Məsələn sadəcə yemək kanalı, sadəcə oyun kanalı və ya shorts kanalı aça bilərəm. Heç kimsənin bilmədiyi gizli bir istedadım var. Yox. Brawl Stars oynamağı düşünürsən, yoxsa yox? Yox. PUBG Mobile oynamağı fikirləşirsən? Yox. Abi Bexman sənin sevgilindir? Yox, amma bu nə sualdır? Siz nədən şübhələnirsiniz belə? Heç xarici ölkədə olmusan? Yox. Səncə Azərbaycanda ən gözəl kanal sənin kanalındır? Daha gözəl görşəndi. YouTube'u bırakmağı düşünürsən? Yox. Türkiyəyə gedəcəksən? 1 milyon olacaq, yoxsa yox? Özdə bunu izləyən sən bu videoya like atıp kanala bu dəqiqə abunə olsan, biz 2026-cı il bitənə qədər 1 milyon ola bilərik. Bunu düşünə bilirsən, 1 milyon kişi. 1 milyon olmaq o qədər də çətin bir şey deyil. Çox asandır. Sadəcə sənin abunə olmağına baxır. Ona görə abunə ol, nə olar abunə ol. Video dostlar və sinif yoldaşlarım, qovumlar vaxtilə onlar da abunə olsun. Abunə olsun. Biabır olduğum bir anın olub. Nihat sənlə barışmaq istəsə barışarsan? İlkin Fərəzlə video gələr? Yox. Açıqlama verim dostlar, heç vaxt deməyin. Ona görə 1 milyon abunə üçün 24 saat yatmadan video çəkərsən? 72 saat da çəkərəm, 10 gündə yatmaram. Gündə video çəkməyə həvəsim var? Məsələn dostlar, saat səhər 7-də mən durmuşam video çəkməyə. Bu zamana qədər bir neçə dəfə yazmışam amma oxumayıbsan. İnşallah alarsan. Ən çox video çəkmək istədiyin YouTuber kimdir? Axı mən bu videoda suallara sadəcə yox deyə bilirəm, başqa şey deyə bilmirəm. Bexman əskərlikdən gələndən sonra Bexmanla video gələr? Yazdığın suallardan sadəcə buna cavab verə bilərdim. Evlənəcəksən? Uşağın olsa adını nə qoyarsan? Sən bu sualı yazmısan ki, mən uşağımın adını ya ya yox qoyum, onun üçün yazmısan? YouTube'u bırakmağı fikirləşirsən? Yox Əsil dostum var, nə qəribə səs çıxır. Evdə belə şeyləri yoxlamayın. Ay Allah, ayağımı sudurqa tutdu. Ay Allah, birisində tutdu ki, ayağımı sudurqa tutub. Mr. Beast'lə video çəkəcəksən, amma Bexmanla danışmayacaqsan, razısan? Neynirəm ala Bexmanı? Zarafat eləyirəm. Danışmaram, qucaqlaşaram da ancaq. Bexman bağışla məni. Dostlar, mənim videolarımda cırt-cırt səs gəlir, o məndən gəlmir. Krestodan gəlir, İstəyərdin bacın və ya qardaşın olsun? Yox. Bu işə başlayanda bu günü xəyal edirdin? Etiraflarınızı oxuyuram videosu çəkəcəksən ilkin? Bundan qabaqki bölümə 3000 like gəlsə çəkəcəm. Prodüksiyonlu videolar çəkmədə özün ol, onlar maraqlı olur. Canım mənim, canımsız mənim, sizi çox sevirəm, yiyərəm sizi belə düşüncəmsə görə. Mən də belə videolar çəkməyi daha çox xoşlayıram uşaqlar. Çox xoşbəxt oldum. Utandım. Yaxşı Mən də yaxşı bir şey deyən kimi özümdən gedirəm. Köynək niyə belə qalır, Soyunacam vəbşi. Dostlar, amma daha çox insanın məni tanımağı üçün prodüksiyonlu videolarda çəkməliyəm. Abi sən Azərbaycanda ən bomba YouTubersən yoxsa yox? Nə olar yorumu oxu. Bəs siz də dostlar, Azərbaycanın ən bomba YouTuberi kimdir? Yorumlara yazın. Mən belə deyirəm, çox egolu görsənirəm. Siz özünüz yazın ən bomba YouTuberi aşağıda. Başqa YouTuberin adını yazanların da yorumunun altına mənim adımı yazın. Gözləyirəm sizi.
Qoy partlasınlar. Nihat Həzanovu sevirsən, hə? Heç peşman olduğun video varmı? Hə. Amma təəssüflər olsun ki, o videonu deyə bilmərəm. Hal-hazırda kanaldadır, amma mən o videonu desəm başım bəlaya girər. Bir video çəkib sonra söymüsən? Hə. Özümü deyirsənsə, hə. Baxanda demişəm ki, bu nə videoda Allah çəkmisən? Biraz yaxşısını çək. Maşın almağı düşünürsən? Hə. İnşallah, inşallah. Enes Baturla video çəkmək istəyirsən? Hə. Sevdiyim var. Hə. Fərəzlə dostuz? Yox. Abunəçilərinlə görüş videosu çəkərsən? Hə. 1 milyon olmaq istəyirsən? Hə də hə. Abunə olun olaq da la. Dostların əsgərlikdədir. Birini sevirsən? Yox. Əgər bu ikisi bir sualdırsa, əsgərlikdəki dostlarım oğlandı. Mən niyə onları sevim? Nə danışırsınız siz? Siz nədən şübhələnirsiniz? Bir də mən deyin zəhmət olmasa. Amma ayrı-ayrı suallardırsa, dostların əsgərlikdədir. Hə. Birini sevirsən? Hə. Bizi həqiqətən sevirsən? Çox. Bax yenə bir canım getdi. Çox sevirəm də. Başa düşün də bunu, başa düşün. Düşdün başa. Kimin başına düşdün? Bilirəm. Çox pis zarafat idi. Bu zarafatdan sonra mən özümü bu bowling labutu ilə döymək istəyirəm. Oy, ağrıdırmış ya. Əgər imkan olsa Harun Məmmədov ilə dublaj və yaxud video çəkərsən, hə, Harun Məmmədov mənim Azərbaycanda ən çox sevdiyim 3 YouTuberdən biridir. İndi çox da sizi sual içində qoymayım, soruşacaqsınız ki, o birilər kimdir? Biri Fərid Brodur, biri də Mirim. Mənim dostlar belə paylaşdığım videolara baxmayın siz. İlkin Feyziyev yoxsa Harun Məmmədov? Təbii ki, İlkin. İlkin Feyziyev yoxsa Ofeliya Əliyeva? İlkin. Baxın, elə baxmayın, yox, çaşdım. Amma axıracan baxın. İlkin Feyziyev yoxsa Xart? Bu biraz şeydi amma İlkin. İlkin Feyziyev yoxsa Pələng? Pələnci də xoşduram amma yenə İlkin. İnsanlar bura qədər baxıblar, yorumlara gizli şeylər yazıblar. Bu videoda qurmadı. İlkin bu videoda dostlarına çəkdirib falan filan. Görün axırında nə olur? Belə videoların daha çox gəlməyi üçün ekran iki dəfə tıklamağı, takip atmağı unutmayın. Usta qardaşım, öpürəm səni. Çox sağ ol, canımsın. Axırda qaqaşa gətirib pul verəm. Yəni bu video zarafat məqsədi ilə çəkilib. Mizahdır, mizah. Yorumlarda gəlib ağzınıza gələni deməyin. Beynim sönür ya. Enes Baturu keçəcəyinə inanırsan? Hə. Danışmadığın YouTuber var, videoya da qoysan sevinərəm. Hə. Onu siz də çox yaxşı tanıyırsınız. Sən geysən. Dostlar, sizin şübhələndiyiniz şeylər belə normal şeylər deyil ha. Bu nə suallardır? Deyib belə eləyirmişəm. Yox əlbəttə. Ayda bir canım da getdi. Video bitdi. Elə sual yazmısan ki, beynim söndü, çaşdım. Dostlar, belə videoların daha çox gəlmək üçün like atın. Videodan çıxma. Baxdın əyləndə niyə çıxırsan? Like at. Abunə ol dostlar. Vat onlar da abunə olsunlar. Tez. Sağ olun, salamat qalın. 9 gündə hər gün video paylaşıram. Beynim ücə piço. 1 manat 30 qəpik. Qardaş bir dayanıq ya. Birinci videodakı kimi bro. Yox, televizora gedək. İçmişməyə başladıq uşaqlar. Mirini ateşe tutun. Siz hepiniz eşref tek. Ateş etdimlər. Eləmə. Bunlar neynirlər? Doğdurlar, təzdən boşaldılar üstümə, qumya çıxardırlar, bilmirəm. Qum dağılır içəri, ehtiyatlı olun. Ay brat, qum gəlir içəri. Sənin çox gəlir, ücə bəsdir. Ay brat, qum dökülür.